Biz İqtisadi Tam Orta Məktəbin 8B şagirdiyik. Biz 8 ildir burada təhsil alırıq. Və istəyirik ki, təhsilimizi burada da başa çatdıraq. Bura bizə çox doğmadır. İkinci evimiz kimi bir yerdir və biz evimizdən atılmaq istəmirik. Yəni biz bura çox alışmışıq, təhsilimizi də çox sevirik, bütün hər şeydən razıyıq. Biz 8 ildir burada eyni uşaqlarla, yəni 8 ildir burada bir oxumuşuq. İndi istəmirik ki, başqa məktəblərdən və sair uşaqlar gəlsin, sinifimiz dağılsın, ayrı düşmək istəmirik. Bəli, məktəbimizi belə sevirik. Ağcabədi rayonunun 2 sayılı məktəbin müəllim və şagird, valideyn kollektivi toplaşıblar ki, bizim məktəbimiz lisey məktəbinə çönməsin. Hamısı narazıdır bu məsələ ilə bağlı. Ona görə də yığışıblar məktəbin həyətinə, narazılığını bildirirlər. Eşitdiyimiz məlumata görə və şagirdlərin, müəllimlərin verdiyi məlumata görə məktəb 2 nömrəli məktəb lisey məktəbinə çevrilməlidir. Belə bir xəbər eşidiblər və buna öz narazılıqlarını bildirirlər. Biz də həmin məsələ ilə bağlı görüntüləri sizə təqdim edirik. Məhəmməd Şəhid. Biri müəllimin məktəb öz adınadır, yəni belə biz hərəkətlər üçün məktəbi bağlayaq. Biz etirazıq. Məktəbdən töküb gəlib məktəbdə Kakrazonun adınadır, amma belə hərəkətlər, düz hərəkətlər üçün məktəb gəlib burada Məktəb Şəhid Əmin adınadır. Bu məktəb Azərbaycan üçün bir çox İstəmirik bu məktəb bağlansın. Azərbaycan çox faydalı şəxslər yetişdirib. Nəyə görə bizim məktəb bağlanmalıdır? Ən savadlı müəllimlər, ən savadlı şagirdlər bu məktəbdə olub. Hər ildən yüksək toplayan uşaqlar bu məktəbdən çıxır. Məmməd o Mamoğlu, Şəhid Mamoğludur. Mənim məktəbim Mamoğlu bu məktəbi qutarıb. Nəyə görə bu məktəbi bağlamalıdırlar ki? Düz deyir. Bir evdən qardaşım birinə görə biri bura gəlmədi, bir də 8 nömrəliyə getmədi. Nəyə görə? Ya və Yar məktəbdən elə bir yarısı 8 nömrəli, yarısı 3 nömrəli bu məktəb dağılır. Bura bağlanmasın istəyirik. Bizim qardaşlarımız gəlib biz oxuduğumuz məktəbdə oxuyurduq. Birinci sinifə kimi, ikinci bu məktəb doğmalaşır. Biz istəyirik ki, bizdən sonraki Bizə doğmalaşır. Artıq doğma Bizim anamız da, atamız da, babamız da hamısı bu məktəbdə oxuyur. Biz istəyirik ki, bizdən sonraki uşaqların hamısı burada olsun. Tarixi var. Bu artıq tarixi abidədir bu məktəb. Təhqir edirlər, bizə. Liseyə başqa yer lisey eləsinlər. Məcburdur ki, bizim məktəb eləsinlər. Başqa yer düzəltsinlər. Köhnə balinsa deyir var. Köhnə balinsa. Biz istəyirik ki, bu məktəb bizdən sonra məktəbdə elə bir bacımız, qardaşlarımız oxusun. Bizim qohumlarımız bu məktəbdə oxusun. Ana doğma yurdumuz kimi olub bu məktəb bizə. Biz istəyirik ki, məktəbimiz dağılmasın. Burada oxuyursan, neçənci sinifdə? 5B. Mən bu məktəbin müəlliməsiyəm, tarix müəlliməsiyəm. Rəhbərimiz hal-hazırda yanımızda deyil, qaçıb kənarda dayanıbdır. Yəni, nə sözümüzü deyir, nə bizə cavab verir. Suallarımıza cavab vermir. Biz bilmirik ki, yəni, aqibətimiz nə olacaq. Həm valideynəm, uşağımın aqibəti nə olacaq, onu da bilmirəm. Yəni, birinci sinifə övladım qəbul olunmalıdır, mən havada qalıb. Gedib qeydiyyatdan keçirdə bilmirəm. Bilmirəm ki, hansı məktəbə, necə olacaq. Ona görə də, yəni, tələb edir ki, cavab versinlər. Məktəb mənim qardaşım adını daşıyır. Hüseyn Şirin Müslümoğlu. Mənim adım Hüseyn Polat Müslümoğludur. Mən istəmirəm ki, bu məktəb lisey olsun. Mənim uşağım 3-cü sinifdə oxuyur. Mən nəyə görə aparmalıyam uşağı 8 nömrələ, sonra gətirməliyəm bura? İstəmirəm mən. Mən yolçuyam Nicah, mən 6 il bu məktəbdə olmuşam və burada göz almışam. Direktorumuz qaçıb gizlənib, biz ona sual vermək istəyirik ki, bizim çoxlu suallarımız var direktorumuza. Direktorumuz qaçıb gizlənib. Nə sual vermək istəyən direktor var? Demək istəyirəm ki, məktəbimiz niyə bağlasın, bizim məktəbimiz bağlamasınız, biz burada doğmalmışıq. Burada doğmalaşmısınız, ha? Mən Ağamirova İlahə, İsraildə təhsil alıram və mən buradan getmək istəmirəm. Anam burada 18 ildir işləyir. Anam getsə, mən burada qoymayacaq, o məni də aparacaq. Amma mən istəmirəm, mən də burada təhsil almaq istəyirəm və biz burada artıq hamı ilə, müəllimlərimiz ilə bir ailə olmuşuq və heç arada geçmək istəmirik.